Bugünkü gün vəkillərə olan rəğbət, vəkillərə olan etimad artdıqca gənc nəsil də birmənalı olaraq hüquq sahəsinə yönəlirlər, hüquq sahəsində formalaşmağa üstünlük verirlər. Belə ki, əsas da bu hüquqşünasların gənc nəslin və yaxud da ki, ailədə olan fərdlərin hüquq sahəsinə formalaşmasında bir növ üstünlüyü təşkil edən həmən ailənin fərdlərinin, valideynlərinin hüquqşünas olması və hüquq sahəsində fəaliyyət göstərməsidir. Yəni, hüquqşünas ailəsində böyüyən uşaqlar deyərdim ki, hüquq sahəsinə yönələn digər şəxslərdən bir addım öndə olurlar. İstisna olunmur ki, ailədə yalnız sosial problemlər və yaxud da ailəvi problemlər və yaxud da ki, gündəlik qarşımıza çıxan hadisələrlə bağlı mövzular şərh olunur, dilləndirilir. Həmçinin də ailə fərdlərindən valideynlər öz işləri ilə bağlı günün müəyyən hissəsində evdə diskussiya edirlər. Bəzən də həmən hallarla bağlı müəyyən halı mübahisə predmetinə çevrilə bilir. Bu zaman uşaq istər-istəməz hüququn artıq nə olduğunu körpə yaşlarından, çox gənc yaşlarından anlayış formalaşır ki, hüquq nədən ibarətdir? Bir daha qeyd edirəm ki, hüquqşünas ailəsində böyüyərək hüquq sahəsini seçən gənclərimiz digər hüquqşünaslardan bir addım öndədirlər deyə fikirləşirəm.